İndi oturmuşam bu Agrovik sərgisində. Sözsüz ki, nəsə yeməliyik də burada. Yemək məsələsi də ki, burada bərbaddır. Bərbaddır ki, yəni bir dənə bulanın burada kafesi var. 3 nəfərlik getdik, oturduq, çörək yedik. 91 manat hesab çıxdı. Bir də mən qəlet eləyərəm oraya gedərəm. Digər nəsə almaq istəyirsənsə, müəyyən sendviçlər satırlar da, belə buterbrod. В общем, kalbasa çörək. Bizim dildə desək, kotlet çörək. Neyse, yəni bu kateqoriyada. Bir də burada bayırda qoçət, yenə də sağ olsunlar, belə maraqlı bir şey satırlar. O sucuk var, onu doğrayır, belə qovurur, belə bir tər. Qoyur bir dənə yumşaq bir dənə bulkinin içinə, üstünə biraz mayonez, üstünə biraz ketçup, bu общем yeyirsən də 5 manata. Bir dənə üstündə də var belə bir dənə ayran verir. Də var belə ayran. İndi sözüm nədədir? Bax, mən ayran xoşlayan adamam. Yəni qatıq da xoşlayıram, ayran da xoşlayıram. Amma ki, bu ayran məsələsi var. Mənə bir şey maraqlıdır da. Bizim bu ayranlarda ne üçün var belə 1 qram yağlılıq yoxdur da. Yəni hansını istəyirsən ala, fərqi yoxdur. İstəyirsən bu qoç ətkini al, istəyirsən digər hansını ki başqasını al ginəndə heç biri yəni ki alqışa layiq deyil də. Hamısı əlbəttə kran suudur, biraz nəsə qatıq sıvırtkası, qatıqla onu qarışdırıblar, qoyublar ortaya. Yəni nə dadı var, nə yağlılığı var. Bax, mənim sualım bax bu istehsalçılara, bütün bu süd məhsulları istehsal edən adamlara. Siz bir dənə belə bir normal, bir keyfiyyətli bir ayran istehsal edə bilmirsiniz, hə? Bax, mənim yadımda da vaxt var idi, SAP şirkəti var idi, rəhmətli Sabir sağ olanda. Yəni bilməyənlər əgər bilmirsə, SAP şirkətinin raşifrovkası Sabir Ataməllioğlu Babayevdir. Bax, o sabun ayranını adam o vaxtı içərdi, adama ləzzət eləyərdi. Yağlılığı, dadı, tamı, hamısı üstündə. Təəssüf ki, Sabir rəhmətə gedəndən sonra bilmirəm indi o SAP şirkətini kim işlədi, kimə satdılar, kimlərdir orada. Açığı o vaxtdan sonra mənsulanın məhsul heç birini almıram. Bu mənim şəxsi subyektiv fikrimdir. Çünki mənim fikrimcə keyfiyyət çox aşağı düşdü. Həmçində, yəni ki, onların da ayranı olsun, qatığı olsun, haması olsun, bir köpüklik, yəni mənim fikrimcədir ya bu ya. Mən özüm bilərəm, kimi tənqid edirəm, kimisi tərifləyirəm. Mən bu dağa konstruktiv tənqid edirəm. Mən hesab edirəm ki, yəni SAP şirkətinin və digər ümumiyyətlə bütün şirkətlərinin bu dağa bu qoçatlı daxil olmaqla bu ayranın heç bir yağlılığı yoxdur. Yağlılıq da olmayan halda həmən məhsulun dadı da olmur. Bu qədər qəlbdən qəlbə.